Hər kəsi salamlayıram. Son dövrlərdə valideynlik, uşaq psixologiyası, valideynin öz psixologiyası, ailə dinamikaları kimi mövzular barəsində çox düşünüb, çox müşahidə etməyə şansım olub. Mən də düşündüm ki, niyə də bunu bir podkast seriyasına çevirməyim? Əminəm ki, aramızda valideyn olanlar, valideyn olmaq haqqında düşünənlər ya da gələcəkdə bir gün övlad sahibi olmağı xəyal edənlər və bunun üçün inkişaf etmək istəyən, öz bilgilərini, informasiyalarını artırmaq istəyən insanlar var aramızda, dinləyicilər var. Hər şeydən əvvəl biz bilməliyik ki, biz insanlar, biz fərdlər bugünkü həyatımızda qurduğumuz münasibətlərdə keçmişdə qurduğumuz ən əsası, ən önəmlisi də erkən zamanlarda, həyatımızın erkən zamanlarında qurduğumuz münasibətlərin izlərini daşıyırıq. Bugünkü qurduğumuz yeni münasibətlərdə, hal-hazırda davam edən münasibətlərimizdə orada olan dominant münasibət sxemasını bir növ davam etdiririk. Qeyd etdiyim kimi, aranızda valideyn olmağı planlaşdıran, artıq valideyn olan ya da gələcəkdə nə zamansa valideyn olmağı düşünən biriləri varsa, mütləq ki, zehninizdən fərqli düşüncələr keçir. Mən son zamanlar müşahidə etdiyimə əsasən deyə bilərəm ki, valideynlik edən fərdlər sanki iki qrupda davranmağa başlayıb. Yəni birinci qrup davranışları nə cürdür? Bu fərdlər, bu valideynlər öz valideynlərindən gördüyü valideynliyi bir növ uşağına tətbiq etməyə çalışırlar. Yəni mən necə tərbiyə görmüşəmsə, uşağımı da o formada tərbiyələndirəcəm. İkinci müşahidə etdiyim qrup isə sanki keçmişdə öz valideynləri ilə qurduqları münasibətdə əksiklikləri doldurmağa çalışaraq valideynliyi göstərməyə başlayırlar. Bir növ mən yaşamamışam, biz yaşamamışıq, qoy bizim övladımız daha yaxşısına sahib olsun, daha yaxşısını yaşasın kimi bir valideynlik stili. Bəs bu seriyada biz necə bir mövqe alacağıq? Əslində bu dediyim iki qrupun heç bir yerində biz mövqe almayacağıq. Daha çox neytral bir mövqedə qalaraq valideyn və övlad münasibətləri haqqında danışacağıq. Yəni zaman-zaman valideynin perspektivindən baxacağıq. Zaman-zaman övladın perspektivindən baxacağıq. Çox vacib nüans olan valideyn və övladın ehtiyaclarını bir-birindən ayırd etməyə öyrənəcəyik. Müşahidə etdiyimə görə valideyn və övladın ehtiyacı fərdi ehtiyacları qarşıya bilir. Valideyn öz əksikliyini, öz içindəki doldura bilmədiyi hissi sanki övladının ehtiyacıymış kimi proyeksiya edərək onun o ehtiyacını qarşılamağa çalışır. Amma bir addım geridən durub baxdığımızda görürük ki, övladın istədiyi şey o deyil əslində. Tamamilə fərqli bir şey arayışındadır, axtarışındadır. Övladın ehtiyacını isə daha çox onun olduğu inkişaf mərhələsinə, onun sosial çevrəsinə, fiziki çevrəsinə. Təbii ki, burada vacibdir maddi və mənəvi qaynaqları nələrdir uşağın. Bu əsasda zaman-zaman hər ikisinin perspektivindən baxaraq bir növ başa düşməyə çalışacağıq. İnkişaf mərhələləri də dediyim kimi çox önəmlidir. Çünki bilirsiniz ki, yəni bir yeniyetmə valideyni olmaqla bir məktəbə yeni başlayan uşağın valideyni olmaq eyni deyil. Yəni məktəbə təzə başlayan uşaq nə edir? Artıq yəni məktəbdən əvvəl də sosiallaşmağa başlayırlar, bağçaya gedərək, məktəbə qədər hazırlıqlara gedərək artıq sosiallaşmağın təməlləri atılmış olur. Məktəb dövründən etibarən isə daha çox fantaziya dünyasından yavaş-yavaş ayrılaraq real həyatdakı bu toplama, çıxma, vurma, bölmə, yəni bu qarşılıqları yavaş-yavaş öyrənərək xüsusi bir mərhələdən keçir uşaq. Yəni orada onun valideynə duyduğu ehtiyac təbii ki, dəyişir. Adaptasiya problemi yaşırsa, adaptasiyaya yönəlib ehtiyac duyur valideyninə, ya da tapşırıqlarını həll etməkdə ola bilər, ya da çətinlik çəkirsə, yəni dərslərə adaptasiyada, öyrənməkdə çətinlik çəkirsə, oradakı bir emosional dəstək ola bilər, ya da emosional dəstəkdən də əlavə bəzi uşaqlar disleksiyalı olurlar. Onların fiziki, yəni həqiqətən professional bir dəstəyə də ehtiyacları olur. Yəni oradakı ehtiyac tam fərqlidir, düzdür? Amma bir yeniyetmə valideyni tamamilə fərqli ehtiyaclara cavab verməyə çalışır. Yeniyetmə
o yaş aralığına girdikdən sonra bədəni dəyişir. Valideynin ən çox menstruasiyanın nə olduğunu başa salmaq, ereksiyanın nə olduğunu, boşalmanın nə olduğunu başa salmaq kimi fərqli rolları ortaya çıxmağa başlayır. Yəni bu fiziki hissəni də qoyuram bir kənara. Yeniyetmə övlad öz sosial çevrəsində fərqli münasibətlər qurmağa başlayır. Xüsusilə də romantik münasibətlərin başladığı bir dövr sayılır yeniyetməlik. Burada fərqli münasibət dinamikaları içə düşür. Dostluqlar, sevgililiklər, yəni müxtəlif münasibətlər, bəzən onların qarışımı, çünki eyni ortamlar olduğu üçün, yəni kurs mühiti ola bilər, məktəb mühiti ola bilər. Burada münasibətlərin qarışdığı bir dövr ola bilər. Oradakı emosional dalğalanmalara valideynin duruşu tamamilə fərqli olur. Bir çox hallarda da valideyn ümumiyyətlə yeniyetmə olduqdan sonra uşağını başa düşməməyə başlayır. Çünki artıq valideynlə tamamilə uzaqlaşmış halda görünür. Əslində orada bir bağ var, sadəcə o bağ balansı biraz dəyişmiş olur. Yəni yeniyetmə daha çox dostlarıyla, əgər münasibəti varsa münasibət qurduğu fərdlə görüşməyə, daha çox vaxt keçirtməyə üstünlük verir. Valideynləri ilə uzaqlaşır, özünü izolyasiya edir və s. Uzun sözün qısası deyə bilərik ki, fərqli inkişaf mərhələlərində valideyn və övlad arasındakı münasibət fərqli forma alır. Fərqli ehtiyaclar ortaya çıxır, fərqli qayğılar, təşvişlər ortaya çıxır. Həm valideyn baxımından, həm də övlad baxımından disiplin fərqliləşir, sərhədlər fərqliləşir, yaxınlaşma və ayrışma səviyyələri fərqli inkişaf mərhələlərində fərqli formalarda olur. Yəni ümumi deyə bilərik ki, inkişaf mərhələləri də buna görə önəm daşıyır. Bunlara da zaman-zaman toxunmağa çalışacağıq bu seriyada. Təbii ki, ailə dedikdə biz sabit bir arvad və uşaq, yəni belə olmur bütün ailələr. Bəzi ailələrdə, yəni boşanmış cütlük varsa, övlad da varsa, valideynin biri övladı ilə birlikdə öz ana və atasıyla birlikdə yaşamağa başlaya bilər. Orada məsələn ailə alt sistemi biraz dəyişəcək, rollar biraz dəyişəcək. Orada nənə, baba olacaq bəlkə, varsa dayı, əmi, bibi, xala bunlar olacaq. Bunlar hansı rolda daxil olacaq ailə sisteminə? Ya da cütlük boşanıb valideynlərdən biri övladları ilə birlikdə tək yaşamağa qərar verib. Yəni öz ailəsi ilə deyil də tək yaşamağa qərar verib. Orada bir valideynin üzərinə düşən yük, yəni fərqli rolları bir valideynin üstlənməsi, məsələn, bu biraz fərqli dinamikaya sahib olacaq. Digər bir misalla deyə bilərik ki, cütlük boşanır, valideynlər ayrı-ayrı təkrar evliliklər edirlər, ikinci evliliklərə sahib olurlar və o evlilikdən də uşaqları olarsa, ilk evlilikdən olan övlad və ikinci evlilikdən olan övlad, yəni bacı-qardaş alt sistemi nə formada işləyəcək? İlk evlilikdən olan övlad digər valideyni ilə nə formada o rolu davam etdirəcək? Yəni bu kimi nüanslar artıq məsələni biraz kompleksləşdirsə də, hər bir təqdirdə əgər uşağın ehtiyacına cavab verirsə fərqli rollar, bu da bir ailə alt sistemi sayıla bilir, rollar müxtəlifləşsə də. Mən indi asan olması baxımından bir struktur üzərindən irəliləyəcəm. Qadın, kişi və övladın olduğu bir ailə alt sisteminə nəzər salsaq görərik ki, burada müxtəlif alt sistemlər var. Ən vacibi burada bizdə qadın və kişinin arasında olan, yəni övladın olmadığı cütlük alt sistemidir. Nəyə görə ən vacib? Təbii ki, bütün alt sistemlər vacibdir. Sadəcə sağlam olmağının vacib olduğu bir alt sistemdir. Çünki bu alt sistem nə qədər güclüdürsə, yəni qadın və kişi arasındakı münasibət ailə daxilində, yəni nə qədər güclüdürsə, nə qədər sağlam təməldədirsə, valideynlik alt sistemdə bir o qədər güclü olacaq. Yəni bunlar biraz bağlantılıdırlar. Ona görə cütlük ailə alt sistemi çox vacibdir bizim üçün. Bu alt sistemdə qadın və kişi arasında olan açıq ünsiyyət, ünsiyyətin keyfiyyəti, cütlüyün bir-birlərini tanıma dərəcələri, nə qədər aşina olduqları bir-birlərinin xarakterlərinə, bir-birlərini müəyyən ölçüdə tolerə edə bilmək bacarıqları, münasibət daxilində etdikləri maddi və mənəvi paylaşımlar, sonra cinsi həyatları, cinsi həyatlarının keyfiyyəti, oradakı fiziki duyumları və mənəvi duyumları, bunların keyfiyyət dərəcəsi hamısı cütlük ailə alt sisteminə daxildir. Burada unutmayın
unutmamalı olduğumuz bir nüans var ki, bu ailə alt sistemində çox vacibdir cütlüyün birlikdə bir komandada kimi hərəkət etmək. Yəni bir-birlərinə qarşı rəqib kimi deyil də, eyni komandada, eyni komandanın qalibiyyətinə xidmət edən iki fərd kimi bir-birlərinə yanaşmalarıdır. Düz rəqabət hissi zaman-zaman ailə daxilində görülə bilir, yəni xüsusilə cütlüklər arasında. Nə formada bir rəqabət? Mən bu ailə üçün daha çoxunu edirəm kimi bir yarış ya da mən uşağın böyüməyində daha çox rola sahibəm. Bu rəqabət mexanizmi əslində hər sağlam münasibət dinamikasında görülən bir şeydir. Sadəcə bunun dərəcəsi, ailə daxilindəki bu cütlük alt sisteminə verdiyi zərər ya da verdiyi fayda, təbii ki, bunun sonra açıq ünsiyyət ilə danışılıb-danışılmadığı, bunun valideynlik alt sisteminə, yəni övladla olan münasibətə daşınıb-daşınılmadığı, bunların hamısı ayrı-ayrılıqda çox vacibdir. Ümumiləşdirə bilərik ki, cütlük bir komanda halında hərəkət etməlidir və dinamik bir əvəz etmə halı mövcud olmalıdır ikisinin arasında. Yəni valideynlərdən biri, yəni kişi qadını müəyyən ölçüdə əvəz etmə bacarığına sahib olmalıdır və tərsinə qadın kişini əvəz etmə halına sahib olmalıdır. Yəni bu bacarığı özündə formalaşdırmalıdır. Bir-birlərini yetərsiz olduğu durumlarda, yetərsiz olduğu vəziyyətlərdə, yəni bir faiz mexanizmi ilə düşünsək, 50-50-yə bir bölgü deyil də, zaman-zaman %65-in 35-ə, %70-in 30-a olduğu və bunun daim dinamik formada dəyişdiyi bir yardımlaşma halı, bir əvəz etmə halı olmalıdır. Yəni dediyim kimi bu alt sistem çox vacibdir. Çünki bu nə qədər yerində olsa, nə qədər o dediyim kimi maddi mənəvi paylaşımlar, cinsi həyatın keyfiyyəti, cütlük olaraq bir-birlərini tanıma və bir-birlərinə müəyyən ölçüdə tolerans göstərmək bacarığı, bunlar nə qədər anlaşılır və öz aralarındakı razılıqla yaxşı səviyyədə olsa, o qədər valideyn alt sistemi də yaxşı işləyəcək deməkdir. Valideyn alt sistemində biz nə görürük? Artıq burada sadəcə cütlük deyil, cütlüyün, yəni ana və ata rolundakı insanların övladı ilə olan valideynlik, övlad münasibətləri ortaya çıxmağa başlayır. Burada uşaq ana-atadan gördüyü təhsil, təlim, baxım, yəni fiziki və mənəvi baxım, qayğı, inkişaf, bunların hamısını əhatə edir. Eyni zamanda bu alt sistemdə uşaq valideynindən nə gözləməli olduğunu, hansı valideynin nə qədər gücə, yəni güc bölgüsünün nə formada olduğu, istəklərini necə ifadə etməli olduğunu bilir və bu sistemdə bu özünü göstərməyə başlayır. Valideyn uşaqlar arası bu əlaqədə hansı davranışlar valideyn tərəfindən mükafatlandırılır, hansı davranışlar valideynlər tərəfindən cəzalandırılır, hansı valideyn hansı davranışa mükafat verərkən digəri ona cəza verir. Yəni bu kimi dinamikalar bu alt sistemdədir. Yəni literaturada da bunun qarşılığı var ki, valideynlərin necə ki cütlük münasibətində bir komanda halındadılar, qadın və kişinin də, yəni ana-atanın da valideyn rolunda da bir komanda halında davranmağı vacibdir. O sərhədlərin hər iki valideyn üçün ortaq belirlənmiş bir sərhədin uşağa eyni formada tətbiq edilməsi, eyni formada ehtiyaclarına duyarlı olması, valideynlərin bir komanda halında işləmə bacarığı ümumiyyətlə ailə dinamikasına çox vacib bir mövqedədir. Uşaq sayı 2-dən daha çoxdursa, burada bacı-qardaş alt sistemi işləməyə başlayır. Bacı-qardaş arasındakı bölgü paylaşım nə formadadır? Yəni bir-birləri ilə münasibətdə. Yaşları yaxındırsa, oyuncaqları bir-birləri ilə paylaşmaları məsələn, ya da bir-birlərinə dəstək olmaları, ya da tam digər uca keçə bilərik. Bir-birləri ilə münaqişə etmə, rəqabət etmə səviyyələri nə formadadır? Təbii ki, burada zaman-zaman valideyn alt sistemi də işə düşməyə başlayacaq. Çünki uşağın yaş qrupuna görə valideynin verdiyi qayğı digər uşaq tərəfindən rəqabətin triggerlənməsi olaraq qəbul edilə bilər. Yəni bu alt sistemlərdə təkcə öz başına işləmir təbii ki. Valideyn alt sistemi tez-tez daxil olur. Ümumiyyətlə valideynin daxil olduğu hər ssenarioda baş
başlayır bu alt sistemlər bərabər işləməyə. Ümumi bir giriş elədiyimizə görə və ümumi danışdığımıza görə növbəti seriyalardan düşünürəm ki, daha spesifikləşdirərək bəzən fərqli yaş qruplarındakı olan problemləri gətirib danışa bilərik bu seriyada. Bəzən valideynliklə bağlı çətinlikləri ələ alarıq. Bəzən emosional, bəzən fiziki ehtiyaclara görə bir mövzu belirləyərəm və ona görə danışarıq. Növbəti bölümə qədər özünüzə yaxşı baxın, görüşərik.